Selamünaleyküm. Akşamınız xeyir, güzel kardeşler. Her vaxtınız xeyir, akşamınız xeyir. Bura Hüseyin Laçının arasıdır. Dəhnə kəndinin aşağı tərəfidir. Burada bir möcəli yeri sizə göstərim. Xahiş edirəm buraya fikir verin. Bura aşağıdan çay gelir. Bura təzə yol çəkilib Hüseyin Laçının arasında. Aşağı bu dağların içində ermənilərin postları. Alçaqların, nanəciflərin postları olur bura. Dağın içində. Demək, bizim yiğitlərimizin xeyli sayıda burada şəhidlərimiz olub. Bax, bu dağlarda. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu dağlardan sizlərə reportaj edirəm. Gəlmişəm ziyarətə. Ermənilərin postuna baxın. Buranı yarıb yol çəkiblər, amma postlara dəyməyiblər. Demək, bunun qabağında bir maniyə də varmış ki, bizimkiler onları uçurub yol çəkiblər. Bu Şuşaya qalxır. Bu təzə yoldur. Laçınla Şuşa arasında. Zəfər yolu ayrı da bu başqa yoldur. Bunun qabağında o tərəf dik, o tərəf Ermənistandır. Burada bizim xeyli şəhidlərimiz olub. Allah qəni-qəni rəhmət eləsin. Amin ya Rəbbim. Demək qardaş, qalxmışam dağın üstünə. Bu fikir ver, bunların postuna bax. Burada Daxışdan hələ bunlar özlərinə səngər tikiblər. İndi girirəm içəri. Demək, bunların burada yeraltı qardaş. Sanla fikir verin. Bunların burada silah yeri olub. Hər bir yarım metrdən bir belə yerləri olub. Belə bir utülplonlu şeyləri olub. Bu dağın altında. Bax, bu nədir? Bilinmir. Burada belə də parça olub. İşığı da yandıran biləm. Belə hər yarım metrdən dağın içində belə yarğan olub. Allah möcüzəymiş də demək. Allah'a qurban olun. Bugünkünə şükür. Amin. Amin. Ya Rabbim, amin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qadirlərimizə can sağlığı versin. Həqiqi də demək, dəhşət imiş də, dəhşət. Burada bunların qapısı, pəncərəsi varmış. Bura kazarmıymış bunlara. Mənə elə gəlir ki, kazarmıymış. Xeyli qabağa gedir. O tərəflərdə, sol tərəfdə 2 dənə də post varmış. Bu dağların qoynunda.